əziz şagirdlər, hər birinizi xoş gördük. Necəsiz, yaxşısınızmı? İnşallah ki, hər biriniz yaxşı olarsınız. Artıq qəbula son 2 ay və mən də düşündüm ki, kanalımız sizlər üçün necə faydalı ola bilər, mövzu izahlarından başqa nə edə bilərik və sizlər düşünərək artıq hər həftənin 3-cü və 5-ci günləri Instagram üzərindən mövzu sınaqlarını paylaşıram. Instagram adresimizi də buraya yazacağım. Fizika 2001. Burada hər həftənin 3-cü və 5-ci günləri mövzu suallarını paylaşacağım və YouTube kanalı üzərindən də mövzu izahlarını bir-bir paylaşacağım. Qəbula yaxın mütləq şəkildə işləməyiniz tövsiyə olunur. Sizə mütləq şəkildə xeyri dəyəcəkdir. Və həmçinin kanalıma abunə olun ki, hardasa təqribi olaraq son bir həftədən sonra artıq sizlər üçün 2009-dan bu yana düşən qəbullar, OTK-lar, sınaqlar ümumiyyətlə hər birini mütləq şəkildə bir-bir izah edəcəm. İlk öncə Instagram kanalımda paylaşacağım. Yəni Instagramda bir post formasına paylaşacağım. Daha sonra isə onların izahını hər birini YouTube kanalı üzərindən mütləq şəkildə qeyd edəcəm. İndi isə vaxt itirmədən başlayaq. Çevrə üzrə bərabər sürətli hərəkət. Bir nömrəli sual O nöqtəsindən keçən ox ətrafında fırlanan disk üzərindəki A və B nöqtələri üçün hansı münasibət doğrudur? Bir dənə disk olduğuna görə dövürtmə tezlikləri, dövürtmə periodları, bucaq sürətləri və dövrlərin sayı bir-birlərinə bərabər olmuş olacaqdır. Digər kəmiyyətlər arasında olan əlaqəyə gəldikdə isə, məsələn, burada V-ləri bərabər verib, xeyr, bu səhvdir. 2 doğrudur. Mərkəzi qaçma təcili üstünə baxanda yazıram A bərabərdir omega kvadratı R. Bu zaman A R-dən düz mütənasibətlidir. Buradan O nöqtəsindən A-ya qədər olan hissəyə bir 2R desəm, bu zaman O-dan B-yə qədər olan hissəsi R-dir. Hansının R daha böyükdür? A nöqtəsinin. Bu zaman A AB-dən böyük olmuş olacaqdır. Yəni 1 və 2 Y variantı olmuş olacaqdır. Davam edirəm 2 nömrəli sualımızdan. Çevrə üzrə bərabər sürətli hərəkətdə maddi nöqtənin mərkəzi qaçma təcilinin çevrənin radiusundan asılılıq diaqramında hansı nöqtəyə uyğun gələn dövürtmə tezliyi ən kiçikdir? Düsturumuz A bərabərdir 4 pi kvadratı R n kvadratıdır. Buradan əgər n tapıramsa n bərabər olmuş olacaqdır. A bölünsün 4 pi kvadratı R kök 6. A-lar eynidir. Bu zaman R-lərlə işləyirik. Tezlik ən kiçik olması üçün radius ən böyük, o da bir nöqtəsinə uyğun gəlmiş olacaqdır. Bu da haradadır? D variantında. Davam edirəm 3 nömrəli sualımızla. O mərkəzindən keçən ox ətrafında fırlanan diskin A nöqtəsinin 1, 2 və 3 nöqtələrinə nisbətən A1, VA2 və VA3 sürətləri arasında hansı münasibət doğrudur? Biz bilirik ki, sürət mütləq şəkildə çevrəyə toxunan istiqamətdə yönəlməlidir. Biz hər birini A-ya nəzərən müqayisə edirik. Məsələn, 1 ilə mən A-ya baxıram. A sağa doğrudur, 1 isə yuxarı. Neçə dərəcə bucaq əməliyyatlar perpendikul yarırıq? Yəni 90 dərəcə. Bunların hər birinin sürətinə V desəm, o zaman yekun sürət kökdə, yəni birini gəlin açıq formada yazım. Belə ki, V kvadratı plus V kvadratı, bu da sizə vermiş olacaqdır. Kökdə 2 V kvadratını, V də kökdən çıxdığına görə kökdə 2 V-ni vermiş olacaqdır. Diqqət eləsəz, həmçinin A nöqtəsinin 2 nöqtəsi eynidir. O zaman deyirəm ki, VA1 bərabərdir VA2-yə. VA3-ə baxdıqda isə A nöqtəsinə 3 bir-birlərinin əksi olduqlarına görə sürətlər toplanacaq. Əgər hər birinin sürətinə V demişiksə, yekun olaraq 2V-yə bərabər olmuş olacaqdır. O zaman kökdə 2V böyükdür, yoxsa 2V? Əlbəttə 2V, yəni VA3-ün qiyməti bunlardan böyük olmuş olacaqdır. Davam edirəm 4 nömrəli sualımızla.
Maddi nöqtənin eyni bucaq sürəti ilə hərəkətində xətti sürətin çevrən radiusundan asılı hansıdır? Bilək ki, V bərabərdir omega vurulsun R. Omega sabit olundu və R-lə xətti olaraq düz asılı olmuş olacaqdır. 5. Cisim çevrə üzrə bərabər sürətdə hərəkəti zamanı təcil vektoru hansı istiqamətdə yönəlmişdir? Təcil bilirik ki, həmişə çevrənin mərkəzinə doğru yönəlmiş olacaqdır. Davam edirəm. 6. Verilmiş radiuslu çevrə üzrə hərəkətdə cismin dövrətmə tezliyini azaltdıqda dövrətmə periodu mərkəzi qaçma təcili necə dəyişmiş olur? Bilək ki, dövrətmə tezliyi ilə period tərs asıdır. Əgər tezliyi azalırsa, period neyləməlidir? Artmalıdır. Və mərkəzi qaçma təcilinin düsturu A bərabərdir 4 pi kvadrat R n kvadrat. Əgər n azalırsa, bu zaman təcilin qiyməti azalmış olacaqdır. Yəni artar, azalar D variantı. Davam edirəm. 7. Qayışla əlaqələndirilmiş disklər üzərindəki 1, 2 və 3 nöqtələrinin dövrətmə periodları arasında hansı münasibət doğrudur? Bilək ki, T1 bərabərdir T2, çünki bir dənə diskdir. Həmçinin V2 ilə V3 də qayışla əlaqələndirinə görə xətti sürətləri bir-birlərinə bərabərdir. Bu halda xətti sürətlər bərabər olan hal üçün periodla radius düz asılıdır. Bu halda T2 bölünsün T3, bu da bərabərdir R2 bölünsün R3-ə. Əgər R3-ün radiusunu R desəm, R2-nin radiusunu o zaman 2R deyəcəm. 2R bölünsün R, bu da bərabər olmuş olacaqdır 2-yə. Buradan da T2 bərabərdir 2 T3-ə. Yəni T2-nin qiyməti T3-dən böyükdür. O zaman T1 bərabər T2, o da böyük olmuş olacaqdır T3-dən. Belə bir variantımız varmı? Bəli, C variantı. Davam edirəm. Növbəti 8 nömrəli sualımızla. Vahid zamanda ədədi qiymətcə dövrlərin sayına bərabər olan kəmiyyət necə adlanır? Düsturumuz vahid zaman deyəndə, yəni T-ni yerinə 1 qoyduqda dövrlərin sayı n-ə bərabər olan kəmiyyət, bu da tezlik adlanmış olacaqdır. 9. Çevrə boyunca bərabər sürətlə fırlanan cismin periodu T-dir. Hansı zaman müddətdə yer dəyişməsi modu ən böyükdür? T bölünsün 2 hissəsində. Çünki T bölünsün 2 hissəsində yer dəyişmə 2-yə bərabər olmuş olacaqdır. Sonra 10. Fırlanan diskin üzərindən götürülmüş A nöqtəsinin sürəti V-yə bərabərdir. B nöqtəsinin A nöqtəsinin sürətini təyin edin. Əgər O-dan yəni 0 nöqtəsindən A-ya qədər olan isə R bölünsün 2-dirsə, bu zaman O-dan B-yə qədər isə R-dir. Onda VBA, bu da bərabərdir VB minus VA-ya. Əgər VA nöqtəsi üçün, yəni VA bərabərdir omega R bölünsün 2-yə, bir V deyibdirsə, o zaman VB nöqtəsi üçün omega R yazdıqda, bu da bərabər olmuş olacaqdır 2V-yə. O zaman bərabərdir 2V çıxılsın V, bu da bizə vermiş olacaqdır V-ni, yəni C variantını. Davam edirəm 11 nömrəli sualımızla. Sürüşməsiz deyilənən diskin mərkəzinin yerə nəzərən sürəti V-yə bərabərdir. A və B nöqtələrinin yerə nəzərən sürətləri nəyə bərabərdir? Belə ki, A nöqtəsində cismin həm irəliləmə hərəkəti, həm də fırlanma hərəkəti var. Bu zaman A nöqtəsində yekun olaraq sürəti 0-a bərabər olmuş olacaqdır. B nöqtəsi üçün baxdıqda isə 2V-yə bərabər olmuş olacaqdır. Çünki buradan bura qədər R radiusdur, buranın sürətinə V deyiriksə, bu zaman buradan bura qədər 2R olduğuna görə bu zaman B-nin də sürəti 2V-yə bərabər olmuş olacaqdır. Davam edirəm 12 nömrəli sualımızla. Bizə deyir ki, radiusu 40 cm olan diskin fırlanma oxundan ən kənar nöqtəsinin sürəti 60 metr bölünsün saniyədir. Diskin 10 saniyədə neçə dövr edir? Bilək ki, xətti sürətin düsturu V bərabərdir 2 pi R bölünsün. İndi bizə dövrlərin sayı ilə deyə vurulsun N bölünsün T-yə. Buradan da N tələb olunur. N bərabərdir
V T bölünsün 2 pi R. Bu da bərabərdir 60 vurulsun saniyə 10 bölünsün 2 vurulsun 3 vurulsun 0,10-4'ə. Bu da bərabər olmuş olacaqdır. Deməli 250'yə. Yəni D variantına. 13 nömrəli sualımızdan davam edirik. Şəkildə O mərkəzindən keçən ox ətrafında fırlanan disk üzərində 3 nöqtə təsvir olunmuşdur. Bu nöqtələrin bucaq sürətləri arasında hansı münasibət doğrudur? Bir diskdə bucaq sürətləri bir-birlərinə bərabərdir. Yəni D variantı doğru olmuş olacaqdır. Davam edirəm 14 nömrəli sualımızla. İki disk qarşılı ötürmə vasitəsilə fırladılar. Bir nöqtəsinin dövrətmə tezliyi, yəni N1-in qiyməti N olarsa, N3 nöqtəsinin dövrətmə tezliyi nəyə bərabərdir? Əgər N1 N-ə bərabərdirsə, N2 də N-ə bərabərdir. Niyə? Çünki bir diskdə dövrətmə tezlikləri bir-birlərinə bərabərdir. Bu halda 2 ilə 3-də xətti sürətlər bərabərdir. Yazıram V2 bərabərdir V3-ə. O zaman R2, N2, 2 pilər ixtisar getdiyinə görə yazmıram. R3, N3'ə. Bu zaman R2'nin radiusuna yazıram 2R, vurulsun N2'nin yerinə yazıram N. Bu da bərabərdir R3'ün radiusuna R, vurulsun N3'ə. R'lər gedir. Bu zaman N3 bərabər olmuş olacaqdır 2N-ə, yəni D variantına. Qəşəng sual idi və düşə biləcək bir sual tipi idi. Davam edirəm 15 nömrəli sualımızla. Verilmiş radiuslu çevrə üzrə hərəkət edən cismin mərkəzi qaçma təcilinin xətti sürətdən asılı qrafikinə görə çevrənin radiusunu hesablayın. Belə ki, A bərabərdir V kvadratı bölünsün R-ə. Buradan R-i tapırıqsa V kvadratı bölünsün A. Bu da bərabərdir 2'ni götürürəm, 2'nin kvadratı 4 bölünsün 8. Bu da bizə vermiş olacaqdır 0,5 metri, yəni C variantını. Davam edirəm 16. Çevrə boyunca hərəkətdə dövrlərin sayının vahidi hansıdır? Dövrlərin sayının vahidi yoxdur, adsız bir cəmiyyətdir. Davam edirəm 17. Bizə verilib nələr? Radiusu 6 metr olan çevrə üzrə 12 metr böl saniyə sürətlə hərəkət edən cismin mərkəzi qaçma təcilini hesablayın. Mərkəzi qaçma təcili A bərabərdir. Bizə sürətlə verib. O zaman V kvadratı bölünsün R. Bu da bərabərdir 12 vurulsun 12 bölünsün 6. Bu da bərabər olmuş olacaqdır 24 metr bölünsün saniyə kvadratına. Davam edirəm 18 nömrəli sualımızla. Saat əqrəbi R saat dəqiqə əqrəbindən 4 dəfə qısadır. R dəqiqə bölünsün 4-ə. Əqrəblərin uc nöqtələrinin xətti sürətlərinin nisbətini təyin edin. Yazıram V dəqiqə bölünsün V saat. Bu da bərabərdir R dəqiqə bölünsün T dəqiqə vurulsun T saat bölünsün R saata. Bu da bərabərdir. R dəqiqənin yerinə yazıram 4R saat bölünsün. Dəqiqə əqrəbinin fırlanma periodu 1 saat vurulsun 12 bölünsün R saata. R saatda gedir 4 vurulsun 12 bizə 48'i vermiş olacaqdır. Davam edirəm 19 nömrəli sualımızla. O1 oxu ətrafında fırlanan kürədə A və B nöqtələrinə uyğun olan hansı fiziki cəmiyyətlərin qiymətləri müxtəlifdir? Bir dənə disklə müxtəlif olan xətti sürət və təcil olmuş olacaqdır. Davam edirəm növbəti və ən sonuncu 20 nömrəli sualımızla. Uyğunluğu müəyyən edin. Qarşıda ötürmədirsə, deməli xətti sürətlər bir-birlərinə bərabərdir. Sonra gələm fırlanma periyoduna. Dedik ki, V-lər bir-birlərinə bərabər olanda yalnız periyodla radius bir-birindən düz asılıdır. O zaman TA bölünsün TB-yə, bu da bərabərdir RA bölünsün RB-yə. Bu da bərabər olmuş olacaqdır 1 bölünsün 2-yə. Bu zaman TB bərabər olmuş olacaqdır 2 TA-ya. Bu
zaman A nöqtəsi B-dən 2 dəfə kiçikdir. Mərkəzi qaçma təcillinə gəldikdə isə mərkəzi qaçma təcili A bərabərdir V kvadratı bölünsün R-dir. Deyirsiniz ki, məsələn, niyə digər düsturlardan istifadə etmədik? Çünki bir disk olduğuna görə mütləq şəkildə xətti sürət iştirak etməlidir. Yəni, qarşı ötürmədə xətti sürət sabit olduğuna görə mütləq şəkildə sürət sabit olaraq iştirak etməlidir. Bu zaman A R-lə tərs mütənasibətlidir. Bu zaman A nöqtəsində B-dən 2 dəfə böyük olmuş olacaqdır. Yəni 1 A 2 B 3 C ödəmiş olacaqdır. Növbəti video izahlarda görüşmək üzrə.